Bu il oktyabrın 4-də Gürcüstanda keçiriləcək yerli özünü idarə etmə seçkilərinə Hakim Gürcü Arzusu partiyasının rəsmiləri hazırlaşdıqlarını bəyan edib. Seçkilərə təxminən 4 ay qalmasına rəğmən Baş nazir İrakli Kobaxidze açıqlamalarında dəfələrlə bəyan edib ki, ölkənin 64 bələdiyyəsinin hər birində mer və bələdiyyə məclislərində qələbə ilə çoxluq əldə edəcəklər. Bir sıra müxalifət partiyaları isə yerli seçkilərdə iştirak etməyəcəklərini söyləyir. Onlar iddia edir ki, ötən ilki parlament seçkiləri saxtalaşdırılıb və hazırda mövcud hökumət qeyri-legitimdir. Müstəqil siyasətçi Əhməd İmamquliyev hesab edir ki, müxalifət ya birlikdə bu seçkidə iştirak etməlidir, ya da heç iştirak etməməlidir. Keçən sonuncu parlament seçkilərində Gürcü Arzusu bütün seçkiləri qanun pozuntusundan, saxtakarlıqla keçirdiyinə görə bütün müxalifət bu seçkiləri tanımadı. Nəinki bütün müxalifət və bütün sivil ölkələr bu seçkilərin qeyri-legitim olduğunu qəbul edir və bu hakimiyyəti, bugünkü hakimiyyəti qəbul etmir. Ona görə də mən düşünürəm ki, müxalifət ya birlikdə bu seçkilərə getməlidir, ya da ümumiyyətlə getməməlidir. Çünki bu seçkilərə getmək məhz bu Gürcü Arzusunun keçmiş parlament seçkilərinə legitimlik qazandırmaq qaldı ki, mən iştirak edəcəmmi? Mən düşünürəm ki, ümumi müxalifətlə birlikdə, çünki mən hal-hazırda heç bir partiyanın üzvü deyiləm və ümumi müxalifətlə birlikdə vahid namizəd olaraq merliyə namizədliyimi verərəm ki, biz burada müxalifət olaraq daha da güclü olaq və birlikdə Gürcü Arzusunu məğlub edək. Vahid Milli Hərəkət Partiyasının üzvü Ramal Əhmədov isə yerli seçkilərin parlament seçkiləri ilə birlikdə keçirildiyi təqdirdə iştirak edəcəklərini bildirib. Bizim partiyanın tam fikri qərarı odur ki, əgər yerli seçki parlament seçkisindən birgə olsa, onda biz bu seçkilərə qarşıyıq. Biz bir daha istəmirik ki, xalqı spes operasiya aparaq. Çünki bunlar seçki keçirmir. 2012-dən bu yana Gürcüstanda demokratik seçki keçmir. 2012-dən bu yana Gürcüstanda keçən seçki Urus tərəfindən, Sun tərəfindən spes operasiyadır. Biz bir daha bu seçkiyə nə tərgirək? Əgər xalq gəlir, səsini verirsə, öz seçimini elləyirsə, seçki məntəqəsində, CESCO-da bu protokolları dəyişirlərsə, biz bu seçkiyə nəyə girək, xalqı nəyə yazıq eləyək, niyə yazıq eləyək? Yəni bizim partiyanın tam qərarı fikri və başda Mixail Saakashvilinin fikri olmaqla, əgər parlament seçkisi yerli seçki ilə birgə qərar veriləcəksə, biz bu seçkidə iştirak edəcəyik, yoxsa təkcə yerli seçki olacaqsa, biz bu seçkidə iştirak edəməyəcəyik. Dəyişikliklər naminə koalisiyanın nümayəndəsi Oqtay Kazımov bildirib ki, onlar bu il keçiriləcək yerli seçkilərdə iştirak etməyəcəklər. Dəyişikliklər naminə koalisiyası yerli özünü idarə etmə seçkilərində iştirak etmir və bununla bağlı mövqeyini bir neçə ay bundan əvvəl açıq şəkildə bəyan etmişdir. Yerli seçkilərdə iştirak etməməyin əsas məsələsi parlament seçkilərinin saxtalaşdırılması və bunun nəticəsində ümumiyyətlə hazırki Gürcü Arzusu hakimiyyətinin qeyri-legitim olmasıdır. Yəni bu rejimin təyin etdiyi heç bir seçki legitim ola bilməz. Bundan əlavə tələb olunmuşdur ki, yeni parlament seçkiləri keçirilsin və bunda əlbəttə ki, hazırki MSK ilə deyil, beynəlxalq müşahidəçilərin və onların tərtib etdiyi demək seçki komissiyalarının vasitəsilə bu mümkün ola bilərdi. Bir halda ki, heç bir bu vəd yerinə yetirilməyib, bir halda ki, 60-dan çox artıq siyasi məhbus var. Bu o deməkdir ki, bizim koalisiya etiraz əlaməti olaraq ümumiyyətlə bu seçkilərdə iştirak etməkdən boyun qaçırır. Bundan əlavə, müxalif Qaxariya Gürcüstan naminə partiyası, eləcə də Lelo partiyası seçkilərdə iştirak edəcəklərinə işarə ediblər.